Dostlar salam, hər vaxtınız xeyirli olsun. Bildiyiniz kimi mən video blogerəm, motosiklet sürürəm və gündəlik həyatda bir çox hadisələrlə qarşılaşıram. İstərdim ki, Azərbaycanın, Bakımızın gözəl mənzərəli yerlərini çəkib göstərdim. Belə videolar hazırlamaq istəyirəm. Təəssüflər olsun ki, bu son vaxtlarda belə deyim sizə, bəlkə də mən öz qaleriyamda bir çox qay sürücülərin rüşvət aldığı da belə deyim qənərə şirinlik aldığı videolarından mən çox toplamışam. Hardasa onlarda mən sizə deyim bəlkə də 50-yə yaxın. Onları mən paylaşım etməmişəm. Bu kanalımı takip atın, zəhməti olmasa 20.000 abunədən sonra mən yavaş-yavaş tam orijinal videoları paylaşacağım. Xahiş edirəm videoya bəyənmələr atın və yorum yazın, zəhmət olmasa. Sizin qarşınızda çox videolardan çıxacağam mən. Burada elə hadisələr olur ki, elə pul alırlar ki, belə deyim də mən sizə, sürücülərdən, vətəndaşlardan insan şoka düşür. Düzdür, onları mən çəkmə məqsədim yoxdur. Sadəcə olaraq qarşımda olub, mən yol getmişəm və onlar da bu kameraya düşüblər də, bir sözlə belə deyim. İnşallah tez bir zamanda mən bu videoların hamısını bir-bir yayımlayacağım. 20.000 abunə olduqdan sonra, 20.000 takipçi olduğundan sonra mən 50'ye yaxın videonu, sırf qayları, yol polis patrolların xidmətçilərini mən videolarını paylaşım edəcəm.